Atlar. Biz hansı atları kəsib yeyirik? Minilməmiş, belə pota atlar. Bunları saxlayırlar bütün yayı o tərəfdə, düzgünlükdə. Orada yeyirlər, içirlər, potalaşırlar. İndi vaxt gəldi, ucu kəsmək vaxtıdır. Baxın, nə gözəldirlər, nə qəşəkdirlər. Bizə at çoxdur. Və ətin rəngindən deyirdiniz. Bu falan ətdir. Yox. Qazaxstanda və Azərbaycanda başqa otlar bitir də. Otlardan, yeməkdən asılıdır ətin rəngidir. O tak. Bax, bunlar qəşəkdir. 1 yaşı, 2-3 yaşlı olanları, onları kəsmək cavan, nə deyirlər. İndi burada kəndin atlarıdır da. Kim veribdir onları oturmağa yayda. İndi onları ayrılırlar da. Hər yiyəsi gəlib, öz atları götürür, aparır evə. Qışda evdə saxlayacaq. Hansısa kəsəcək, hansısa saxlayacaq. Baxın, orada tutuf var. O belə zatların adı kanivoskadır. Atları yığmaq üçün. Getmirlər, baxın. Bunları çıxardıblar, qonşumdur. Aparmalıdır evə. Motosiklanla itəliyirlər deyənə. Qovurlar, getmirlər. Davay. No, yox.